Salam, hər vaxtınız xeyir olsun. Bu gün 11 may tarixində informatika fənnindən keçirilən OTK sınağının izahının bir hissəsinə baxasıyıq. Deməli, ilk öncə məndə B variantıdır, yəni B variantının suallarıdır. Ancaq şu suallar eynidir, sadəcə yerləri dəyişikdir A variantına və digər variantlarda. Deməli, 61-ci sualda deyilir ki, elektron cədvəlin A1 xanasındakı düstur B1 və B2 xanalarına köçürüldükdə, baxın belə olan hallarda mən ilk öncə yazıram, hər bir xananı olduğu kimi yazıram. A1 xanasında A2 plus 2 düsturu yazılıb və bunu B1 və B2-yə köçürmək lazımdır. Baxıram ki, B1-ə köçürüləndə bunun sətirləri eyni qalır, sütunları bir dənə artır A-dan B-yə. Deməli, burada da sətir hissəsi eyni qalasıdır, bir dənə A, bir vahid artasıdır. Yəni, B2 plus 2. Məlum məsələdir ki, sabitlər dəyişmir. Sonra B2-yə seçdikdə isə burada da baxıram ki, sütun eyni durur, yəni B eyni qalasıdır. 1 isə bir vahid artıb. Deməli, 2 də bir vahid artmalıdır və 3 olmalıdır. Plus yenə sabit eyni şəkildə qalır. Sonra B3 xanasında 11 verilib. Baxın, B3 xanasında 11 verilibsə, deməli ki, mən B3-ün yerinə burada 11 qoysam, 11 üstəgəl 2 bərabərdir 13 cavabını alaram. B2-ni tapdım 13. B2-ni burada yerinə qoysam, 13 plus 2 bərabərdir 15 cavabını alaram. Deməli, B1 ilə B2-ni tapdım. İndi baxın, A2 xanası buradır. Bu hissədə A2 plus 2-dir. Bizdən deyir, sum A1, B2 diapazonu. Yəni, bura. Hamısı bir yerdə. A1, B2. Deməli, A1 nədir? A1 plus A2 plus. Baxın, bu hiss görünmür yazdım. Deməli, A1, A2, B1, B2. B1, B2. Bu bizdən istənəndir. Yəni, sum A1, B2 diapazonu. A1, B2 diapazonudur. Deməli, A1-in yerinə, baxın, buradakını yazıram. A2 plus 2. Bunun yerinə yazdım. A2 plus 2. Plus. A2-nin yerinə olduğu kimi yazıram. A2. Çünki burada da A2 var, burada da A2 var. Plus. B1 nə idi? Baxıram qiymətinə. 15. Üstə gəlinsin. B2-də 13. Bərabərdir. Deyilir ki, bu qiymət sum 36-dır. Yəni, B4 xanasında alınan qiymət B4 xanasında da sumdur da, yəni bunların toplamı 36-dır. Bunu da 36-ya bərabər edirəm. İndi baxaq. 2 dənə A2 toplananda riyazi qayda ilə bilirik ki, 2 vurulsun A2 alınır. Üstə gəlinsin. 2 plus 15 plus 13 olur 30. Bərabərdir 36. Deməli, 2A2 bərabərdir 6-ya. Buradan alınır ki, A2 də bərabərdir 3-ə. Düzdür? Deməli, A2 xanasındakı qiyməti tapdım. Bizdən nəyi soruşur? A1 xanasındakı. Bizdən nəyi soruşur? A2 xanasında. A2 xanasını soruşur bizdən. A2 xanasında da mən 3 tapdım. Baxıram, 3 cavabı da C variantında mövcuddur. 62-ci sualla davam edək. Bu tipli suallarda əslində biz deyilir ki, bunları səhvgizlik say sistemindəki təsvirini müəyyən edin. Burada məsələn FY 16-lığı səhvgizliyə çevirə bilərik. Bu onsuz ki səhvgizlikdədir. Bu bir ikilik say sistemində səhvgizlikdə də bir olasıdır. Bir də onu da çevirmək olar. Səhvgizlik say sistemini sonra toplamaq olar. Ancaq ki, mənə görə, mən belə düşünürəm ki, bunları belə etməkdənsə, hamısını onluq say sisteminə çevirib, ümumi toplayıb, sonra səhvgizliyə çevirmək daha asandır. Mən belə düşünürəm. Həm insan diqqətsizlik səhv eləmir. Çünki biz onluq say sistemində işləməyi onsuz ki, birinci sinifdən öyrənmişik. Ancaq ki, biz birinci sinifdən səhvgizlik say sistemində işləməyi öyrənməmişik. Ona görə mən düşünürəm ki, onluq say sisteminə çevirsək, bizim üçün daha asan olar. Deməli, ilk öncə FY-ni çevirmək istəyirəm. FY 16-lıq say sistemindədir. Üzərinə 0,1-ni yazıram. Məlum məsələdir ki, F 15-dir. Bu 15-dir. Bu da 14-dür. Düzdürmü? Deməli, olasıdır ki, 15 vur 16 üstü 1 plus 14 vur 16 üstü 0. Yəni, burada 16 üstü 0 1-dir deyə. Deməli, 15 vur 16 240 olur.
Üstə gəlinsin. Bu da 14. Yəni 254. Bunu tapdıq. Onluq say sistemində təbii ki. Sonra 67. Bunu da çevirək. 67. 8'lik say sistemində. Bunu da onluğa çevirəndə yenə eyni qaydada. 6 vur 8 üstü 1 plus 7 vur 8 üstü 0. O da bərabərdir. 48 plus 7. O da olur 55. Onluq say sistemində. Bunu da çevir. 1 ikilikdə. 1 ikilikdə. O yəqin ki 1 olasıdır onluqda da. Və bir də 10. Onun özü onluq say sistemindədir deyə bunu heç nəyə çevirmirik. İndi bunu toplayaq. 254, 55, 1 və 10. Deməli 254 üstə gəlinsin. 55 üstə gəl 11. 66. 11 yadda 320. 320 onluq say sistemi. İndi bunu 8'liyə çevirək. Deməli 40 dəfə. 40-da da neçə dəfə? 5 dəfə. Deməli, sondan önə doğru düzsəm, neçə olasıdır? 508'lik say sistemində. Düz, yəni belə olanda hesablama uzun olur. Ancaq ki, mən belə düşünürəm ki, şagirdlər üçün cavab daha aydın qalır. Yəni daha dəqiq olur. Yəni məsələn biz bunu 8-yə çevirib toplasaq, bəlkə də uşaq şübhələr qalardı ki, məsələn 7 ilə nə isə topladım, orada bir qalıq qaldı, qalmadı. Ancaq ki, onluq say sistemində bizim səhvimiz olmamalıdır. Diqqətli hesablayandan sonra təbii ki, burada da səhv eləyə bilərik. Deməli olur nə variantı? D variantı. İndi baxıram 63-cü suala. 63-cü sualda düzgün yazılmış IP ünvanları müəyyən etməyimizi istəyir. Biz bilirik ki, IP ünvanlar 4 hissədən ibarət olmalıdır. Deməli, ikinci hissə, üçüncü hissə və dördüncü hissə. Və 4 hissənin hər biri 0 ilə 255-in arasında yerləşməlidir. Deməli, baxıram ki, birinci 3 hissədən ibarət. Deməli, birinci olmaz. İkincidə baxıram 10, 79, 145, 200. Bu ola bilər. Çünki həm 4 hissədən ibarət, həm də heç bir hissə 0 ilə 255 aralığını aşmayıb. Deməli, 2 ola bilər. 3'ə baxıram. 212, 200, 77, 66. Bu da ola bilər. Çünki yenə də 4 hissədən ibarətdir və heç biri 255, 0-255 aralığını aşmır. Sonra 4'də baxıram ki, baxın, burada birincidə 256 var. 256 ola bilərmi? Yox. 0-255 demişdik. Ona görə 4'də olmaz. 5'də. 5'də də mən bir problem görə bilmirəm. 4 hissədən ibarətdir və 0-255 aralığını heç bir hissə aşmayıb. 5'i də yazdım. 6'da deməli 6'da da məncə bir problem yoxdur. Yenə eyni şəkildə 1, 2, 3, 4 hissədən ibarətdir və 0 ilə 255 aralığını aşmayıbdır. Altında yazdım. 7'də isə 1, 2, 3, 4, 5 dənə. Yəni baxanda bilinir ki, bu digərlərindən daha uzundur. 5 dənə aralıq var. Əslində yenə aşmamağı 0-255 aralığı ödənir hər birində. Ancaq ki, axı biz 4 hissədən ibarət olmalı demişdik. 5 hissədən yox. Ona görə də 2, 3, 2, 3, 5, 6. Yəni hansı variant? A variantı bizdə doğru olmuş olur. Deməli 64-cü sualda Python sualdır. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin deyilir. Burada birinci proqramı analiz etsək, görərik ki, n30-dur, s0-dır və burada dövr operatoru var. Təbii ki, for dövrü var. 1-dən 30-a qədər, yəni 1, 2, 3, 4 ta 29 daxil olmaqla 30 qiymətini alır. Və burada əsas biz bu s-də s nə edir? Onu anlamalıyıq. Baxın, burada bir dənə s yazım. S bərabər x-in, yox deyim, s plus x-in 10-a bölünməsindən qalıq. Plus int istəyir x0. Baxın, sığmadır, ancaq ki, nə olur? Bax, S0-da S hər dəfə toplayasıdır, bu heç. Yəni, S cəmləmə işinə baxır. S nəyi cəmləyir? Orada biz məlum məsələdir ki, 1-dən 2, 3, 4, nöqtə, 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 29-a qədər bütün ədədləri götürəsik. Burada birinci hissədə x 10-a bölünən qalıqları tapır. Baxın, bu ədədlərdən 29-a qədər 10-a bölünən qalıqlar, deməli, birincidə 1 olasıdır. 1-i 10-a böləndə 1 edir qalıq. Sonra, burada 2, sonra 3. Sonra 4. Bu şəkildə 9-a qədər qalıqlar alınasıdır. 9-a qədər ədədlərdə 9-a qədər alınasıdır. Sonra 10-dan sonra nə olasıdır? 10-dan ta 19-a qədər. Orada da yenə 1-dən 2, 3 bu şəkildə yenə 9-a qədər qalıq alınasıdır. Baxın, hələ sırf buradan danışıram mən.
Sonra bu deməli 0-dan 9-a qədər hissənin aldığı nəticədir. Bu isə 10-dan 19-a qədər olan hissənin aldığı nəticədir. Və 20-dən 29-a qədər yenə bu 1 plus 2 plus 3 plus 4, 5, 6, 7, 8 bütün cəmləri alır. Biz bilirik ki, 1-dən 9-a qədər ədədlərin cəmi necə tapılır? 1 plus 9 ədədi silsilə kimi. Böl 2 vur 9. Düzdürmü? Bu da olasıdır 45. Deməli 3 dənə burada 45 var. 45, 45, 45. Bunu da toplayanda 3 vur 45, 3-ə vursam əgər. Burada vururam. 15 bir yadda 135. Deməli ki, baxın, bütün ədədlər üçün mən bu hissəni tapdım. Cavab oldu 135. İndi 135-i yadımda çıxartmıram və digər int hissəsini hesablayıram. Deməli, baxın, bu hissədə mən yazım ki, x-in 10-a bölünməsindən qalıq, alındı bizdə 10 yazmadım. 10-a bölünməsindən qalıq, alındı 135. Qalıqların cəmi daha doğrusu 10-a bölünmədən qalıq 135 olmaz. Bütün 30-a qədər qiymət verəndə hər bir qalıqların cəmi 135 olur. İndi bu tərəfə baxıram, bu nə edir? Int str x 0. Deməli, verilən qiymətin 0 nədir? Yəni ilk rəqəmini birinci sətr tipinə çevirir, sonra tam tipə çevirir, toplayır. Məsələn, mən 1 daxil eləmişim. 1-in 0-cı, yəni x0 elementi elə 1-in özüdür. 2-də də 2-nin özüdür. 3-də də 3-ün özüdür. Bu şəkildə bu 9-a qədər toplayasıdır. İlk 9-luqda, yəni 0 ilə 9 arasında bu proses baş verir. Çünki axı 0-cı elementlər özləridir. 10 ilə 19 arasında nə baş verir? Baxın, axı burada 0-cı element nədir? 1-dir. 11-də də 1-dir, 12-də də 1-dir. Ona görə də burada artıq ancaq 1-lər toplanır. Bu 1-lər nə qədərdir? 9 dənə. Çünki yoxsa hədə 9 dənə. 1 dəqiqə 9 yoxsa 10. Çünki burada onun özü də var axı ona görə. Yox, burada 10 dənə olasıdır yəqin ki. Çünki onun özü də var. 10, 11, 12, 13, tabi burada 10 dənə 11 olası. Sonra 20-dən 29-a qədər olan hissədə isə 0-cı element neçə olasıdır? 20-də də, 21-də də, 22-də də hər birində 2 olasıdır. Yəni burada da artıq biz 2, 2 ta 20 dənə 2-ni toplayasıyıq. Deməli bir dənə toplayaq. Bura bayaq dedik ki 45 oldu. 10 dənə 1 10 olur, 20 dənə 2 40 olur. 40, 10, 45. Bunları da toplasam 40 ilə yox. 45 ilə 10, 40. Deməli 45 plus 10 plus 40. Bu olur neçə? 55, 95. Bayaqki da 135 idi. Deməli 135 plus 95. 11 yadda. Bir dəqiqə. Biz hardasa səhv elədik. Çünki 230-a gəlir. Elə bir cavab yoxdur. Bir dəqiqə. Hə, tapdım səhvimi. Səhvim oradadır ki, burada niyə 20 dənə yazmışam? Yəni burada da 10 dənədir da. Axı 20 ilə 29-un arasında 10 dənə ədəd var. Diqqətli eləmişəm. Burada 20 olmalıdır. Yəni bura 20 yazılsa səhvən bura yazmışam. Deməli burada 45, 10, 20 toplanmalıdır. Bu da olasıdır 75. Deməli 135 ilə də 75-i toplayanda 11 yadda, 11 bir yadda, 1 bir də yadda 2. 210 cavabı alınır. Bir dənə burada diqqətli eləməsəm yaxşı olardı. Deməli 210 cavabı da baxıram. A variantında var. Deməli 65-ci suala baxaq. 65-ci sualda HTML-ə aid bir sualdır. HTML kod fraqmenti haqqında yanlış sözünü diqqətli saxlayır. Yanlış mülahizələri istəyir. Deməli burada biraz HTML koduna nəzər salırıq və sonra oxuyuruq. List JPG faylına keçid edir. Baxıram ki, href tagin içərisində list JPG yazılıbsa, list JPG faylına keçid edilmir burada. Yəni bu sırf əzbər hissəsidir də. Sonra ikincidə deyilir ki, istinad göstərici kimi dim.jpg faylı istifadə olunur. Xeyr, istinad göstərici kimi bu istifadə olunubdur. Üçüncüdə dim.jpg adlı faylda keçid edilir. Bəli, bu fayla biz keçid edirik. Düzdürmü? Sonra deməli 3 düzdür. 4-ə baxaq. Dim.jpg faylı web səhifədə əks olunur. Dim.jpg faylı web səhifədə əks olunur. Xeyr. 5-də istinad göstəricisi kimi list.jpg faylı istifadə olunur.
Bəli, bu doğrudur. Çünki ehrefin içində istinad göstəricisi olmalı idi. Ona görə də, yəni istinad göstəricisi ümumiyyətlə ehref təqinin içində olur. Ona görə də, yəni 2 səhv oldu və 5 doğru oldu. Yəni ikisi də eyni vaxtda doğru ola bilməz axı. Yəni doğru deyəndə söhbət nədən gedir? Variant olaraq doğru. Yəni bizdən yanlış istəmir, biz yanlış axtarırıq. Yəni ki, burada 3 ilə 5 yanlış əslində. İstinad göstəricisi kimi list JPG faylı istifadə olunmur. Yəni bu yanlışdır. Doğru deyəndə onu nəzərdə tuturam. List JPG faylı veb səhifədə əks olunur. Xeyr, bu da yanlışdır. Yəni bizdən yanlışlar istədiyinə görə doğru cavab olmuş olur o mənada. Deməli 3, 5, 6, yəni A variantı doğru olur. Yəni burada sırf əzbər idi, elə deyim. Deməli 66-cı sual sadə şifahi bir sualdır. Deyilir ki, doğru olmayanı müəyyən edin. Yenə doğru olmayanı deyir. Burada əslində B variantı olduğu aşikardır. Çünki LCD bilirik ki, monitorun növüdür. Yəni LCD televizorlar tipli bir şey də yadımıza düşə bilər. Ki, yəni o daimi yaddaş deyil də. LCD ekran növüdür yəni. HDD məlumat saxlayıcı sərt diskdir, CPU prosesordur, RAM operativ yaddaşdır. CDR də optik diskdir. Yəni biz bunları daima istifadə edirik, daima bilirik. LCD-ni də bilirik ki, bu monitorun növləri idi. Növlərini də öyrənmişdik yəni. 67-ci sualda deyilir ki, elektron cədvəldə, yəni Excel-də verilən bir cədvəlin nə idi bu? Qrafiki qurulubdur, sütunlu qrafiki. Və bu qrafik hansı diaqram nədir? Diapazon əsasında qurulub. Baxıram ki, baxın, bu diaqramda birinci qiymət 14-dür. Düzdürmü? İkinci qiymətim neçədir? 8-dir. İndi orada xırda görünmüş ola bilər. Üçüncü qiymətim baxıram 6-dır. Dördüncü qiymətim isə 4-dür. Yəni 14, 8, 6, 4. Baxıram hansı, burada bilmirəm nə dərəcədə görünür. 14, 8, 6, 4 şəkildə biraz xırdadır ona görə. Məlumat məsələ ki, baxın bu hissədədir. Yəni A2, D2. A2 qoşan nöqtə D2. Diapazonu bu qrafiki əks etdirir. A2, D2 də E variantındadır. İndi orada görünmür. Bir balaca aşağı eləyək. Burada E variantında. E variantı bizim doğru cavabımız olmuş olur. 68-ci sualda Python sualıdır. Yenə biz burada proqramın nəticəsini tapmalıyıq. Yenə hesablayanda diqqətli olaq ki, hesablama səhv eləməyək. Deməli, x-imiz 3-dür, y-imiz 4-dür. Sonra x-i hesablayır. X plus, yəni 3 plus 3 vur y, 12 plus 1 olur 16. Düzdürmü? Bəli. Sonra y-i hesablayır. 2 vur y, yəni 8, 4 plus x. Artıq x-in yəqin ki, buradakı qiymətini götürür. Minus, çünki x-in artıq bu dəyişənin dəyişmiş qiyməti ifadəsi ortaya gəlir. Ki, əvvəlki qiymət artıq nəzərə alınmaz, sonraki qiymət götürülənir və minus 2 bərabərdir 8 plus 16, 24 minus 2, 22. Sonra deyilir ki, if x böyükdürmü y-dən? 16 böyükdürmü 22-dən? Baxıram ki, yox. And olduğuna görə ikinci hissəyə baxmağa ehtiyac yoxdur. Deməli, mən elifə baxmalıyam. Y böyükdürmü x-dən? 22 böyükdürmü 16-dan? Bəli. Or. Yəni, orada yenə ehtiyac yoxdur. Çünki bir tərəf doğrudursa, orada digər tərəf yanlış da olsa, doğru da olsa biz bu elifə baxırıq. Deməli, y bərabərdir. Olur y plus x. Yəni, 22 plus 16. O da olur 38. Artıq baxın, y-in qiyməti də dəyişdi. Daha bu qiyməti götürməyəsiyik biz misallarımızda. Burada x plus y istəyir. X plus y-im son nəticə olaraq olur ki, x-im 16, y-im 38. 16 plus 38, o da bərabərdir 54. Bəli, 54 də elə C variantında var. Baxın, 69-cu sualda deyilir ki, mətn redaktorunda kursor distant təhsil ifadəsində T hərfindən, böyük T hərfindən dərhal sonradır. Yəni, buradadır. Baxın, kursor. Aha. Deyilir ki, 4 dəfə backspace, 3 dəfə delete basılmalıdır. Biz bilirik ki, backspace harası silir? Backspace sola silir. Delete sağa silir. Yəni, istiqamət olaraq biri bu tərəfə, biri bu tərəfə silir. İndi 4 dəfə backspace, 3 dəfə delete basmalıyam. Deməli, 4 dəfə bu buradadır. T siləsidir, bu T-ni siləsidir, N-i siləsidir, A-nı siləsidir. Gəlib burada dayanasıdır.
Düzdürmü? Sonra 3 dəfə delete olanda 3 dəfə bu tərəfə gəlməliyəm. Silməliyəm. Deməli, ə-ni silirəm. Da burada siləsi bir şey qalmayıb bax. H-nı və s-nı silirəm. Nə qaldı? Dis, t, il. Deməli, dist bu tərəfdə qalır. Dist. İl də bu tərəfdə. Birləşdirəndə distil sözü bizdə qalmış olur. O da baxıram ki, A variantında var. 70-ci suala baxaq. Deyilir ki, əlifbadakı simvollar ardıcıllıqla birdən başlayaraq 8-lik say sistemində 2 rəqəmlə şifrələnib. Şifri bu olan ifadədə R simvolunun sayını müəyyən edin. Burada əslində biz iki cür eləyə bilərik. Ya bir-bir nömrələyərək, ya da mən belə elədim ki, yəni düşündüm ki, burada mən saydım R-ə qədər, R bir də saymıram. R 22-ci hərf oldu. 22-ci hərf məlum məsələdir ki, mən yəni normal onluq say sistemindən saymışam. Onluq say sistemində 22-ci hərf 8-likdə neçədir? Bunu keçək birinci. 22-ni məlum məsələdir ki, 8-də bölə-bölə getməliyəm. Yox, bir dəqiqə. Mən səhv dedim deyəsən. Bir dəqiqə sayaq bunu. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 18 imiş. 22 bunu çevirəndən sonraki qiymət olasıdır, üzrlü sayın. 18. 18-i 8-ə böləndə 2 dəfə düşür, düzdürmü? 16, burada 2. Tərsinə düşəndə 22 alınır. Baxın, bunu deyirdim. Yəni 2, 2, 8-lik say sistemidir. Burada da baxıram ki, baxın, 2, 2 burada 2 dənədir. Bir dənə bu, bir də bu. Deməli, burada 2 dənə R simvolu olmuş olur. Yəni A variantındakı qədər. 71-ci sual yenə də Python sualıdır. Bu sualda deməli deyilir ki, aralarında bir boşluq simvol olmaqla ingilis əlifbasının hərflərindən ibarət sözlər girişə verildikdə Python dilində yazılmış proqram ekranda nəyi çap edər? Burada nəsə A hərfi ilə əlaqəli bir şeydir. Hər halda variantlara da baxsaq, A hərfi ilə başlayan sözlər, bitən sözlər, A hərfinin sayı və s. Burada birincisi C sıfırdırsa və C bir artırsa, deməli ki, bu burada nəyinsə sayını verir. Yəni, burada B ilə C variantını biz ata bilərik. Çünki sayı olan cavablar olasıdır. İndi A hərfi ilə baxaq. Deməli, mən bir dənə A hərfi ilə söz götürürəm. Məsələn, ana sözünü götürürəm. Ana. Burada S-ə mən götürdüm ana sözünü. Ana sözündə, yəni əslində biz orada çoxlu sözlər götürə bilərik. Məsələn, ana, ata, A ilə başlayan və yaxud da başlamayan fərqi yoxdur. İndi mən bir dənə götürdüm. Gəlir deyir ki, len i, yəni burada nə qədərdir? 3 dənə. Len yox, bir dəqiqə. I, len i 3 dənədir. 3 minus 1. Yəni i 2. Düzdür? If i 2. i də birinci ana sözünü götürdü. Hansı sözü götürürsə o. Burada ikinci element hansıdır? 0, 1, 2. Yəni sonuncuya gəldi, düşdü. İndi mən burada məsələn daha uzun bir söz götürsəm, tutaq ki, ayna götürdüm. 4 hərfli bir söz olsun. Aynada da olasıdır i 4 minus 1. Yəni i 3. Burada da 0, 1, 2, 3. Yenə də 3 sonuncuya düşdü. Yəni ümumiyyətlə len n minus 1 ya da len nədir burada? Hadi i minus 1 olsun, fərq yoxdur. Len i minus 1 olsun. Ümumi yəni lendən biri çıxanda bizim sonuncu simvolumuz alınır. Deməli burada sonuncu simvolun A olmasından söhbət gedir. Və baxıram ki, A hərfi ilə bitən sözlərin sayını burada bizə çap edir. A hərfi ilə bitən sözləri yox, onun sayını. 70-ci sualda isə yenə HTML koduna əsasən bir sualdır. Koda baxdıqda görürük ki, deməli başlıq var, taglər var, all tagi var və yenə. Deməli, birincidə deyilir ki, arxa fona rəng təyin olunmuşdur. Bəli, burada body bg color var. Bu da deməli arxa fona rəng təyin olunması doğrudur. Bizdən hansı ki, doğru mülahizələr istəyirdi. Sonra nişanlanmış siyahıdan istifadə olunmuşdur. Nişanlanmış siyahı ul tagi ilə olur. Burada mı ol var? Ona görə də ikinci yanlışdır. Yəni bir doğru, iki yanlış. Cədvəldən istifadə olunmuşdur. Cədvəldə
TR, TD bu tipli təqlər olmalıdır. Yəni sətrin sütunu bildirmək üçün, başlığını bildirmək üçün və s. Bunlar da mən görmürəm burada. Deməli 3-də yanlışdır. 4-ə baxanda keçid olunmuş istinadlara rəng təyin olunmuşdur. Keçid olunmuş istinadlara bəli. Orada isə rəng təyin olunmuşdur, doğrudur. Və burada veb səhifədə əks olunacaq mətnlərə rəng təyin olunmuşdur. Veb səhifədə əks olunacaq mətnlər, məsələn, Dövlət İmtahan Mərkəzidir, OTK distant təhsildir. Bunları məsələn mən bir rəng görə bilmirəm burada. Ancaq ki, baxın burada 4-də keçid olmuş istinadlara rəngi, baxın bu hissədə V-linklə həmin rəngi görürük ki, biz rəngi yalnız məsələn adını da yaza bilərik, red, blue falan və s. Kodunu da yaza bilərik, bu şəkildə də yaza bilərik. Deməli 72-ci sualda oldu 1 ilə 4 doğru cavab, yəni hansı variant oldu? D variantı doğru olmuş oldu. İndi isə 73-cü suala baxaq. 73-cü sualımız da Python sualdır, amma nisbətən rahat bir sualdır. Sadəcə biz burada bilməliyik ki, remove neyinir, insert neyinir, append neyinir və delete neyinir. Baxın, belə bir siyahı verilib bizə. L bərabərdir 3, 1, 4, 5, 6, 7. Bu siyahıda deyir ki, L remove 3. Remove silmək deməkdir. Yəni 3-ü sil deməkdir. 3-ü sildim. Sonra deyir L insert 3, 3. Insert əlavə etmək deməkdir. Yəni L siyahısının 3-cü yerinə 3-ü əlavə et. 3-cü yer hansıdır? 0, 1, 2, 3, 4 olanda 3-cü yer 6-dır. Yəni 6-nın yerinə 3-ü əlavə et. 1, 4, 5, 3, 6, 7. Artıq 6-nın yerində 3 dayandı. L oldu bu. Sonra deyir ki, L append 3. 3-ü əlavə et. Append isə sona əlavə edir. Sona 3-ü əlavə etdim. Sonra deyir ki, del L siyahısı len 3. Burada söhbət nədən gedir? Baxın, burada 3 dırnaqdadır, yəni sətir tipidir. Burada len 3. Yəni belə deyim. Məsələn, len ana olsaydı nə olasıydı? 3, düzdürmü? A-nı sayasıydı. Bəs len dırnaqda 1, 2, 1, 2 olsaydı nə olasıydı? 1, 2, 3, 4 sayasıydı. Sayını yəni. Len dırnaqda 3 olanda nə olur? Yenə sayır. 1. Deməli, mən burada L1-i, yəni L1-i siləsiyəm. Baxın, burada L1 olasıdır. Biri siləndə də birinci elementi, yəni biri silmək deyəndə birinci elementi nömrəsini görə silirəm. Bu 0-dır, bu 1-dirsə 4-ü silmiş oluram. Qalır 1, 5, 3, 6, 7. Bir dənə onu təzədən yazım, bir dəqiqə. Deməli, L olur hansı formada? 1, 5, 3, 6, 7, 3. Burada bayaq 4 var idi, onu sildik birinci elementdə deyə. Deməli, deyir ki, bu nədir? Sum L 3. Bu da yəni ki, 3-dən qabaqçı elementləri cəmlə. 0, 1, 2, 3. 3-ün özü təbii ki, daxil deyil. Deməli, mən bunları cəmləməliyəm. 1 plus 5 plus 3 də 9 etmiş olur. 9 da elə E variantında, Y variantında var. 74-də deməli akses sualıdır. Verilənlər bazasına aid bir sualdır. Baxıram ki, belə bir cədvəl verilib və buranı uyğunlaşdırmaq nəzərdə tutulur. Bir şeyə diqqət yetirək ki, bu not ümumi mötərizənin qarşısındadır. Deməli, deyir ki, yaş 17-dir and sinif 11-dir. Yaş 17, sinif 11. Deməli, birinci uyğundur və də 6 ilə 7 uyğundur. Düzdür, hər ikisində olanları götürdüm. And var deyə. Eyni anda, düz doğru olanları götürdüm. 1, 6, 7. Sonra deyir ki, or not. Nəticə 90-dan kiçik olsun. Deməli, nəticə kiçik olsun 90-dan. Burada baxın, bu nə deməkdir? Not 90-dan kiçik olsun nə deməkdir? Yəni ki, 1, 6, 7 or nəticə böyük bərabər olsun 90-dan. Yəni 90-dan kiçik olsun inkar eləmək bu deməkdir. İndi 90-dan böyük bərabərlərə baxıram. 3, 4, 7. Deməli, bir dəqiqə. 1, 6, 7 or
unutdum. 3, 4, 7. 3, 4, 7. 3, 4, 7. Burada or olduğuna görə orada neyniyirdik? Hamısını götürürdük. Yəni hamısını əhatə edən bir cavab götürürdük. 1, 3, 4, 6, 7. Bu mənim cavabım. Ancaq bunun qabağında baxın burada not var. Bunun qabağında not da var. Deməli 1, 3, 4, 6, 7-ni not eləyəndə 2 ilə 5 qalır da. Düzdür? Arada başqa bir şey yoxdur ki. 2, 5. 2, 5-də elə A variantında var. Yəni 2, 5 cavabı doğrudur. Not olduğuna görə. Not olmasaydı biz burada aldığımız 1, 3, 4, 6, 7 cavabını götürərdik. Düzdür, variantlarda elə bir cavab yoxdur. Deməli, əziz abituriyentlər, test izahı bu qədərdir. Davamında inşallah ki, çəkib yükləyəsiyəm. Ümid edirəm ki, izah faydalı və anlaşıqlı oldu. Nəsə bir sualınız olarsa, rəy bölməsinə qeyd etməyi unutmayın. Sağ olun, görüşərik.